Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyir olsun. Mən MHM Tədris Mərkəzindən kimi müəllimi Vüsəli Hüseynova. Bugün sizin üçün kimyəlik anlayışlar bölməsinin ətraflı yazılı cavab tələb olunan tapşırıqlarını izah edəcəm. Düşünürəm ki, hər bölmə üzrə ətraflı yazılı cavab tələb olunan tapşırıqlar o bölmənin bütün mahiyyətini əks eləyən suallar daşır və çox maraqlı suallar olur ətraflı yazılı cavab tələb olunan tapşırıqlarda. Məsələn, birinci sual reaksiyada iştirak edən hər iki maddənin kütləsinin verilməsinə əlaqədar. Yəni, bununla bağlı xeyli məsələlər olur. Bərabər kütlədə verilir, müxtəlif kütlədə verilir və s. Bunun üçün ilk öncə nə etməliyik? Birinci, ümumiyyətlə, məsələ həll eləməyin əsas şərtlərindən biri o məsələdə hər hansı bir reaksiya tənliyindən söz gedirsə, o tənliyi yazmaqdır. Məsələn, bu reaksiyada alüminiumdan kükürt deyir əlavə edilərək qızdırılır. Yəni, biz nə etməliyik? İlk öncə alüminiumla kükürdün reaksiyasını yazmalıyıq. Alüminiumla kükürt reaksiyaya girəndə alınan maddənin formulunu bəs necə yazırıq uşaqlar? Alüminium sabit 3 valentli metaldır. Kükürt isə metallarla birləşmələrdə minimum valentliyini, yəni 2 valentlik göstərən qeyri-metaldır. Valentliyə görə formul düzənləsək, 3 ilə 2 ortaq bölünən 6-nı götürürük. 6-nı 3-ə böləndə 2, 6-nı 2-yə böləndə olur 3. İndekslərə əsasən əmsallaşdırma aparmalıyıq. Çünki kütlələrin saxlanması qanununa görə sağ və sol tərəf bərabər olmalıdır. Burada sağ tərəfdə 2 alüminium var. Ona görə alüminium əmsalına 2 yazırıq. 3 kükürt var. Kükürdün əmsalına 3 yazırıq. İndi verilənlərə baxaq. Deyir ki, bizə 10 qram alüminium üzərinə 16 qram kükürt əlavə edilmişdir. İndi baxırıq ki, uşaqlar, hər iki maddə veribsə, biz bunların hansına görə hesablama aparaq? Görəsən, hər ikisi də tam sərf olunurmu? Məsələdə deyir ki, biri tam sərf olunur və reaksiyadan sonra artıq qalan maddənin kütləsini və reaksiya məhsulunun kütləsini tapmaq. Artıq qalan maddəni və yaxud da uşaqlar məhsulun kütləsini tapmaq üçün biz reaksiya tam sərf olunanı tapmalıyıq. Başlanğıc maddələrinin hər ikisinin kütləsi verilərsə fərqli kütlələrdə, burada görürsünüz, biri 10 verib, biri 16 verib. Hər ikisinin kütləsi verərsə, biz hansına görə hesablama aparmalıyıq? Tam sərf olunan hansına olur? Bunun üçün həmin maddələrə reaksiyada iştirak edən kütləsinə baxmaq lazımdır. 2 mol alüminium, alüminiumun ayrı 27 olduğu üçün 2 mol alüminiumun kütləsi eləyir 54 qram. 3 mol kükürt, kükürdün də ayrı 32 olduğu üçün 3 32 eləyir 96. Bunun üçün bizə verilən uşaqlar kütlələri bölürük onların reaksiyadakı sərf olunan əsas kütlələrinə, hansının mol miqdarı kiçik alınırsa, demək ki, tam sərf olunan odur, hesablamanı da ona görə aparırıq. İndi onu 54-ə böləndə uşaqlar təqribən 0,18 mol eləyir. 16-nı 96-ya böləndə 0,16 mol eləyir. Bizim az olanımız hansıdır? Kükürt. Demək ki, tam sərf olunanımız kükürtdür, hesablamamızda kükürdə görə aparırıq. Alüminiumun 10 qramını saxlayırıq burada, çünki onun hamısı sərf olunmayacaq. Bəs görək nə qədər alüminium sərf olunacaq 16 qram kükürdə? Tənasübə baxın. 54 qram alüminiuma 96 qram kükürt sərf olunur. Bəs nə qədər alüminium sərf olunanda 16 qram kükürt sərf olunur? X bərabərdir. 96-ın 16 ixtisar getsə 9. Estağfurullah, 9 yox, 6 eləyəcək. 6. 54-ü 6-ya böləndə eləyəcək neçə? 9. Yəni, alüminiumun 10 qramı yox, 9 qramı kifayətdir ki, 16 qram kükürtlə reaksiyaya girsin. Deməli, bizim artıq qalanımız olur hansı? Alüminium. Özdə nə qədər artıq qalır? 10 çıxmaq 9 bərabərdir 1 qram. Bu oldu bizdən birinci istənən. Keçək növbətiyə. Reaksiya məhsulunun kütləsini və biz məhsulun kütləsini də tapmaq üçün tam sərf olunan maddədən istifadə edirik. Çünki tam sərf olunan nə qədərdirsə ona əsasən məhsul alınıb. 16 qramdan alınan alüminium sulfid, yəni məhsul x qram, 96 qramdan alınan alüminium sulfid isə bunun emir nə qədər eləyəcək uşaqlar? 54 ilə 96-nı toplasaq eləyəcək 150 qram. 150 qram. Əlavə tənasübü də qura bilərik burada. 96 qram kükürdə 150 qram alüminium sulfid, 16 qrama isə x. X bərabərdir, dedik, ixtisar gedir, burada qalır 6. 150-ni 6-ya bölsə neçə eləyər? 12-nin içərisində 2 dəfə, 30-un içində 5 dəfə, 25 qram. Bu da oldu bizim ikincimiz. Növbəti sualımız 3 valentli metalın oksidi və hidroksidi.
Nə demişdik uşaqlar? 3 valentli metal. Metalı bilmirik. İstənilən bir məhsulundan ifadə edə bilərsiniz və yaxud da M yaza bilərsiniz. Metal oksid yazıram bura. Metal hidroksid yazıram bura. Bəs görək formullar necə olacaq? Metalın valentli 3 valentlidir axı uşaqlar. Metalın üstünə yazırıq 3. Oksidlərdə oksigenin valentliyi necədir? 2 valentlidir. Valentliyə əsasən formulu təyin edirik. Formulumuz olur metal 2O3 və hidroksid qrupunun demişdim ki, valentliyi 1-dir. 1 olduğuna görə də metalın valentliyi nədirsə, OH-ın ümumilikdə indeksinə o düşür. Metal OH3. İndi bunun kütləsi x qram, hidroksidin kütləsi isə y qramdır. Deyir ki, x minus y 24 olarsa. Gəlin baxaq uşaqlar, x minus y, yəni bunların mollər kütlələrinin fərqini verib bizə. Metalın oksidinin mollər kütləsi nə olacaq? 2 metal plus 48. Hidroksidin mollər kütləsi nə olacaq? Metal plus 16, 17 hidrogen, 3, 17-yə vuranda 54. Baxın, necə olar? Bu iki mollər kütlənin fərqini bizə verib 24. 2m plus 48 çıxmaq m plus 54-dür. Minus olduğuna görə hər ikisi minus olacaq. M minus 54 bərabərdir 24. 2 ilə m çıxarıq. M bərabərdir 48, 54 burada qalacaq 6. 6-nı bu tərəfə keçirtsək, olacaq bizdə nə? Burada deyəsən yanlışlıq elədik biz uşaqlar. Hansı bir dəqiqə? 16, 17, 3, 51 edir. 3, 17-yə vuranda 51 eləyir. 54 yox. Ona görə hesablamamız səhv alınır. 51. Deməli 48, 51 burada qalacaq neçə? -3. Bu m bərabərdir 27. Yəni biz metalın nisbi atom kütləsini tapdıq ki 27-dir. Bizdə nə istəyir? Y, yəni hidroksidin mollər kütləsini istəyir. M-in yerinə 27-ni qoysaq 27 plus 51 bu da bərabər deyiləcək 78-ə. Oldu cavabımız 78. Növbəti sualımıza baxaq. Deməli mis XO4 maddəmiz mis XO4-dür. Mis XO4 və deyir ki, burada oksigenin kütlə payı 40%-dir. Uşaqlar, baxın, oksigenin kütləsi məlumdur zaten. Oksigenin kütlə payı 40%-dirsə əgər, bu birləşmənin tərkibində 4 dənə oksigen var. Bir oksigenin də ayrı 16 qramdır. 4 oksigen 40%-dirsə, onda bu maddənin ümumi emeri nə qədər olacaq? Ümumi emeri 100%. Yəni bu maddənin ümumi kütləsinin içərisindəki 4 dənə oksigen, yəni 64 qram oksigen 40%-dir. Onda emeri 100% işarə edib emeri tapa bilərik. Hesablayaq buradan emeri. İxtisar getsin, 10'a ixtisar getsin hələ. Burada 10, burada 4 qalsın. 4'lər də buradan ixtisar getsin. Emer bərabərdir 160. Biz maddənin emerini tapdıq 160. Burada bizdən mollər kütlənin A-nı istəyirdi 160. Bir də X-in kütlə payını istəyir. X-in kütlə payını istəyirsə uşaqlar, biz nə edə bilərik burada? X-in kütlə payını necə tapa bilərik? Emer 160-dırsa, mis 64'dür, plus X-i bilmirik. Plus 4 dənə oksigen, 4 16-dan 64 bərabərdir 160. X bərabərdir 160-dan 128 çıxsaq 32. X-in ayırı 32-dir. Bunu da kütlə payını tapmaq necə taparıq? X-in kütlə payı B bərabərdir. X-in ayırı 32. Bölmək maddənin emeri 160, vurmaq 100%. Bu da eləyəcək 20%. Təkrar edirəm. X-i emerin tərkibindən tapdıq. Çünki emerdə maddənin mis tərəfi məlum, oksigen məlum, X-i bilmirik. Sadəcə bir dənə X var. Ayrını tapdıq. Sonra da kütlə payının hesablanmasına görə elementin ayrını böldüyü maddənin emerinə vurduq 100%. Bu da elədi 20%. B də bərabərdir 20%. Dördüncü sual nəzəri sualdır. Deməli, etil spirti və su. Uşaqlar bir-birində həll olan mayələri ayırırdıq. Hansı ilə? Distillə, sulu ilə. Distillə. Bitki yağı və su həll olmayan mayələri isə ayırırdıq. Durultma və yaxud da ayırıcı qırf yazıla bilər. Durultma ilə. Keçək növbətisinə. Deməli, XY birləşməsində X-in kütləsinin Y-in kütləsinə nisbəti 3-ün 4-dədir. Yəni, bu kütlə nisbətidir uşaqlar. Eyni kütlədə götürülmüş X və Y reaksiyasından sonra bu maddələrdən birindən 5 qram artıq qalarsam. Reaksiyanı yazaq. X plus Y alınacaq X, Y. Hər ikisini eyni kütlədə götürək uşaqlar. M qram. Bunlardan birindən deməli nədir? 5 qram artıq qalarsam. Reaksiyanı yazaq uşaqlar. X plus Y əmələ gəlib X, Y.
Və uşaqlar bu 3-ün 4-ə nisbəti bunların reaksiyaya girmə kütləsi kimi qəbul edək. Yəni 3 qram X-a 4 qram Y reaksiyaya daxil olur. İndi bizə deyir eyni kütlədə götürüləndə, eyni kütlədə onda nə edirdik? Tez hər ikisini M yazaq. Maddələrdən birindən 5 qram artıq qalır. Uşaqlar, başlanğıc maddələrin kütlələri eyni götürülərsə, artıq qalan kütləsi az olan olur. Tam sərf olunansa reaksiyada kütləsi çox olan olur. Yəni 3 qram kükürdlə 4 qram Y reaksiyaya daxil olursa, deməli bərabər kütlədə götürəndə kütləsi çox olan Y olduğu üçün tam sərf olunan o olacaq, artıq qalan isə 3 qram olacaq və deyir nə qədər artıq qalır? 5 qram artıq qalır. Bərabər kütlədə götürüləndə uşaqlar, artıq qalan maddənin kütləsi o maddələrin kütlə fərqini bizə verir. İndi biz burada M-i necə hesablaya bilərik? Baxırıq ki, X-dan Y-in kütlə fərqi nə qədərdir uşaqlar? 1 qramdır kütlə fərqi. Yəni 4 qram Y-ə 3 qram X reaksiyaya daxil olur. Ona tənasüb qururam ki, 4 qram Y reaksiyaya daxil olanda 1 qram fərq yaranır. Yəni ikisini də belə deyək, 4-4 götürsəydim daha aydın başa düşəsiniz deyə. İkisini də 4-4 götürsəydim uşaqlar, 4 qram X-a 3 qram, daha doğrusu 4 qram Y-ə 3 qram X sərf olunacaqdır, 1 qram artıq qalacaqdır. Elə deyil, bu 1 qram onun kütlə fərqidir. Yəni, maddələrdən birinin artıq qalması bərabər kütlədən söhbət gedir. Artıq qalması onların kütlə fərqi qədərdir. Kütlə fərqini bildirir. Deməli, 4 qram Y reaksiya daxilində 1 qram fərq yaranırdısa, M qram daxil olan zaman 5 qram fərq yaranır. Buradan M bərabərdir, olur nə qədər? 20 qram. M 20-dirsə uşaqlar, M 20-dirsə, neçə qram X, Y aldığını necə sərf olunar? Onu necə tapaq? Kütlələrin saxlanması qanununa görə X-dan Y-in kütləsinin cəmi X, Y-in kütləsini verəcək bizə. Deməli, buradan Y-imiz 20-dir, 20 olmağına. Amma X-imiz nə qədər sərf olunub, onu tapaq. 3 qram X-a 4 qram Y sərf olunursa, bəs neçə qram X-a 20 qram Y sərf olunar? Artıq qalacaq uşaqlar. X bərabər deyiləcək nə qədər? 15 qram. Baxın, lap burada 5 qram zaten fərq var idi, oradan da hesablaya bilərsiniz. 20 qram idi başlanğıcı, 5 qram artıq qaldığına görə deməli sərf olunan da 15 qram olub. X-in sərf olunması da 15 qram. Bunun ikisinin də cəmi bizə verir X, Y-in 35 qram olmasını. Birincimiz oldu 35 qram. Neçə qram X reaksiya daxil olar? 15 qram X reaksiya daxil olar. Bu da oldu bizim ikinci cavabımız. Keçək növbəti suala. Deməli uşaqlar, bizim qabda M qram kükürt var və 64 qram SO2 var. Deyir ki, yandırılmadan sonra qabda 320 qram SO2 olur. Uşaqlar, yandırılma deyəndə söhbət oksigenlə reaksiyaya gedir və burada oksigenlə reaksiyaya girən sadəcə kükürt olur. Kükürt oksigenlə reaksiyaya girəndə də SO2 alınacaq. Buradan da zaten 64 qram da SO2 burada var. Toplam SO2'ni verib bizə 320 qram. Reaksiya tənliyini yazın deyir. Söhbət kükürdün oksigenlə gedən reaksiyasından da gedir. SO2 alınır. İndi deyir bizə M qram kükürt reaksiyaya daxil olub. Alınan SO2'ni biz hardan tapa bilərik uşaqlar? 320 qram toplam SO2 alınıb. Onun 64 qramı zaten əvvəldən var idi. Onda mən 320-dən 64'ü çıxaram ki, kükürdün reaksiyasından alınan SO2'ni tapmış olum. 320'den 64'ü çıxanda qalır 264. Baxın, M qrama 264 qram. 264 neymiş? Üzr istəyirəm. Estağfurullah. 6. Uşaqlar, çox əcayib riyazi hesablama elədim. Üzrlə hesab edin. Deməli, məncə düz hesabladım indi. 6, 11, 5, 156. Deməli, M qram kükürtdən 156 qram SO2 alınırsa, 256 qram, yenə səhv. Mənə deyən lazımdır ki, kalkulyatorla hesablada bunu. 256 qram. Deməli, M qram kükürt 256 qram SO2'nin alınmasına sərf olunub. Kükürdün ayeri 32 qramdır. 32 qram kükürt reaksiya daxil olunda uşaqlar alınan SO2 olur 32, 64 qram. Yəni, kükürdün ayerinin qarşısından SO2'nin MR'ini yazmalıyıq. Kükürt 32'dir, 2'dən də oksigen 64'dür. 32 də eləyir, ikisinin cəmi 64. İxtisar eləsək burada qalacaq 2. Buradan M bərabərdir. 256'nı 2'ye bölsək eləyəcək nə qədər? 128 qram. Bizdən nə istəyirdi?
Reaksiya tənliyini yazın. Tənliyimiz budur. Birinci yazdıq. İlkin qarşılıqda kükürdün kütləsini qramla 128 qramda hesabladıq. Reaksiya sərf olunan oksigenin həcmini. Aha, 128 qrama nə qədər oksigen sərf olunur onu da hesablayaq. Deməli, 32 qram kükürd, yəni 1 mol kükürd reaksiya daxil olunda sərf olunan oksigen 1 moldur. Həcmdən götürsə 22,4 litr. 128 qram kükürdə neçə litr oksigen sərf olunur? X bərabərdir. İxtisar getsək 4 dəfə çox edir 89,6 litr. Bu da oldu bizim 3-cü tələb olunanımız. Növbəti sualımız, deməli uşaqlar, sxemdə nə göstərir bizə? Metalın xlorid turşusu ilə ikivalentli metalın xlorid turşusu ilə reaksiyasının tənliyini yazın. Yazaq ikivalentli metalın metal plus xlorid turşusu alınır metal xlor 2. Xlor metallarla birləşmədə uşaqlar 1 valentlik göstərir. Ona görə metalın valentliyi nədirsə düşür xlorun indeksinə. Plus H2. Əmsallaşdıranda baxırıq ki, sağ tərəfdə xlor 2 dənə, hidrogen 2 dənədir. Ona görə H xlorun əmsalına 2 düşür. Yazın və əmsallaşdırın metalın nisbi molekül kütləsi. Baxaq uşaqlar, burada görək söhbət nədən gedir. Deməli uşaqlar, 32 qram metal H xlorla reaksiya daxil olundan sonra buradan ki xlor qaz, daha doğrusu hidrogen qazı ayrılır. Bu hidrogen qazı qabdakı xlorla reaksiya daxil olur. Nə qədər xlorla? 56,8 qram xlorla. Deməli biz burada 2 dənə reaksiya yazmalıyıq. Hidrogenlə xlorun reaksiyasını yazaq. Hidrogenlə xlordan alınır hidrogen xlorid. Əmsallaşdırırsaq hidrogen xloridin əmsalını da 2 yazırıq. İndi biz nə qədər hidrogen alındığını tapmaq üçün reaksiya sərf olunan xlordan istifadə etməliyik. 56,8 qram. 2 qram hidrogen reaksiya daxil olanda reaksiya daxil olan xlor olur 71 qram. Xlorun emeri 71 eləyir. 35,5-də 2-yə vuranda 71. X bərabərdir. 56,8 ilə 71 nəyə ixtisar gedər uşaqlar? 8, 0,8 qalacaq. X bərabərdir eləyər. Deməli, 0,8-i 2-yə vuranda eləyəcək 1,6 qram. Deməli, reaksiyadan hidrogen 1,6 qram alınmışmış. 1,6. Bu 1,6 qramdan istifadə edib metalın ayrını tapa bilərik. Çünki 1,6 qram hidrogen ayrılması zamanı 32 qram metal reaksiya daxil olmuşdur. 1,6-ya 32-dirsə, metalın nisbi atom kütləsini bilmirik. M, buraya isə 2 qram hidrogen reaksiya daxil olur. M bərabərdir. 32 ilə 1,6 ixtisar getsə, burada qalar 20, M də bərabərdir eləyəcək 40. Bu da olur metalın nisbi atom kütləsi. Davam eləyək. 8-ci sualda bizə verib maddə karbon N sayda, hidrogen M sayda, oksigen 3 dənə. Deməli, oksigenin kütləsinin hidrogenin kütləsinə olan nisbəti 8. Oksigenin kütləsi 3 oksigendir uşaqlar. Deməli, 3 dənə oksigen, 3 vurmaq 16 oksigenə aiddir. Bölmək hidrogen. Hidrogenin sayını bilmirik. Kütləsi 1 qram olduğuna görə 1 vurmaq M-dən elə M yazırıq. Bu da hidrogen. Bərabərdir neçə? 8-ə. 8-ə bərabərdir. Buradan 8M bərabərdir. Elə 3 vurmaq 16 yazım. 16 ilə M8 ixtisar getsə 2. M bərabərdir 6. Hidrogenin də ayrı zaten 1 olduğu üçün deməli elə sayda 6 dənədir. M bərabərdir 6-ya. Buradan yazaq. Daha doğrusu M-i hesablayın. M-imiz 6. Sonra karbonun kütləsinin hidrogenin kütləsinə. Karbonun sayını bilmirik. N sayda da, amma ayrı 12-dir. 12N bölünsün. Hidrogen nə qədər idi? 6 idi uşaqlar. 6 bərabərdir 6. İxtisar gedər. Burada qalar 2. 2N bərabərdir 6. N də bərabərdir 3. N-i də hesabladıq. Oldu 3. Bura qədər. Davam edək. 9-cu sualda görə bizə nə verir? 9-cu sualda X SO4 və Y SO3 verir bizə. Hər ikisində kükürdün kütlə payı N-N'dir uşaqlar. Oksigenin kütlə payı isə A və B-dir. İlk öncə nəyə diqqət edin uşaqlar? Hər ikisində kükürd bir dənədir və hər ikisində kükürdün kütlə payı bərabərdir. Hər ikisində kükürdün kütlə payı bərabərdirsə uşaqlar, deməli X ilə 4 oksigen cəmi, buradakı Y ilə 3 oksigen cəminə bərabərdir. Belə yaza bilərik. Bu arada ayrı-ayrı kükürdün kütlə payını hesablayıb da bərabərləşdirə bilərsiniz. Məsələn, 2 yolunda yazım. Omega kükürd bərabər nə olacaq? 32 bölünsün. X plus 32, 64 edir neçə? 96.
İkincidə isə omega kükürt bərabərdir 32 bölünsün y plus 48. Və hər ikisində kükürdün kütlə payı bərabər olduğuna görə bir-birinə bərabərləşdirib buradan x və y minus x fərqini tapa bilərsiniz. Və yaxud da ilk baxışdan da görünür ki, buradan kükürdləri silsək, bərabər olduqlarına görə, deməli x-dan 4 oksigenin y-la 3 oksigenin kütləsi bir-birinə bərabərdir. Yəni x plus deməli 4 16 64 bərabərdir y plus 48-ə. Buradan da y minus x fərqi bizə verəcək nəyi? 16-nı. Birinci bunu istəyirdim məncə. Bəli, y minus x fərqi bizə verdi 16. Bəs B və A nisbətini necə hesablayaq? Hər ikisində oksigen üçün kütlə payını hesablayaq uşaqlar. Görək nə olacaq orada. Deməli, A-nın A bərabərdir. Oksigenin kütlə payı 4 dənə 16-nı nə eləmişdi? 64 eləmişdi. Bölmək x plus 96. İkincidə isə B bərabərdir 48 bölmək y plus 64. Uşaqlar, indi bir məsələ var. 64 yox, daha doğrusu 80. Y plus 80. 3 18-in 3 16-ın 48, bu da 32 eləyir 80. İndi uşaqlar, bizim bu maddələrin emirləri bərabərdir. Hardan bilirik emirlərin bərabər olduğunu? Hər iki maddədə kükürdün kütlə payının bərabər olmasından. Yəni x plus 96 ilə y plus 80 bir-birinə bərabərdir. Onda B bölmə, yəni bərabər olduğuna görə də böləndə bunlar bir-birindən ixtisar gedəcək. Deməli, B-nin A-ya nisbətini yazsaq, bərabər olacaq nəyə? Bərabər olacaq 48-in 64-ə nisbətinə. Bu da ixtisar gedəndə bərabər olacaq bizə B və A nisbətini hesablayın deyirdi. 48 64. Nəyə ixtisar gedər? 16-ya ixtisar gedər. 3-ün 4-ə. Bu da eləcək 0,75. Növbəti sualımızda uşaqlar reaksiya tənliyi verib bizə. Sink sülfid plus 3 mol oksigen alınır 2 mol sink oksid plus 2 mol SO2. İndi deyir ki bizə uşaqlar, reaksiya daxil olan sink sülfidin kütləsi x qramdır. Reaksiyadan sonra alınan sink oksidin kütləsi isə x minus 6,4 qramdır. Uşaqlar, reaksiyada iştirak edən iki maddənin kütləsi bu şəkildə tərkibində eyni məhsul olan ifadə ilə verirsə, buradakı fərq onların bir-biri ilə olan kütlə fərqidir. Və bu çox asan hesablamaya gətirib çıxardır bizi. İndi biz bunların reaksiyada iştirak edən kütləsini tapıb, aradakı kütlə fərqinə görə hesablamanı apara bilərik. Deməli, sink sülfidin kütləsi nə qədər olacaq? Reaksiyaya girən sink sülfid 2 vurmaq, sink 65-dir, kükürddə 32-dir. 65 plus 32 neçə eləyəcək uşaqlar? 97. 2 vurmaq 97 yazın bu şəkildə bura. Sink oksidin kütləsi nə qədər olacaq? 2 vurmaq 65 plus 16, 70, 81. Deməli, ikiləri ixtisar eləsək, ya da ixtisar eləmək, onda düz almarıq. 2-ni 97-yə vuraq uşaqlar. 97-yə vuran nə qədər olacaq? 180, 194 qram. 2-ni 181-ə vuraq eləyəcək 162 qram. Aradakı kütlə fərqi nə qədər eləyir bunların? 194-dən 162-ni çıxsaq, kütlə fərqi eləyir 32 qram. Baxın, necə tənasüb qururam. Deyirəm ki, x qram sink sülfid reaksiya daxil olanda aradakı kütlə fərqi 6,4 qramdır. 194 qram sink sülfid reaksiya daxil olanda isə aradakı kütlə fərqi 32 qramdır. 194-dən 162-ni çıxanda alınır bizdə 32 qram. Onda x-i hesablayaq. X bərabərdir, ixtisar gedəcək 0,2. 0,2-ni 194-ə vursaq, neçə eləyəcək? 194-ə vuranda eləyəcək 38,8. Bu verdi bizə x-i, yəni reaksiyada daxil olan sink sülfid 38,8 qramdır. Reaksiyadan sonra alınan SO2-nin həcmini bu artıq sadə tənliyidir. Yazırıq ki, 38,8 qram sink sülfid reaksiyaya girəndə, bax bu, nə qədər SO2 alınıb? Yəni, neçə litr SO2 alınıb? Y litr. Sink sülfid 194 qramdır. Bu reaksiyaya girəndə isə 2 həcm SO2 alınırdı. Yəni 2 vurmaq 22,4 litr. İxtisar gedir, burada qalır 0,2. Y bərabərdir, eləyir 0,4, 8,96 litr.